Rusiya Ermənistana qarşı hibrid müharibə aparır. Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə görə Rusiya Ermənistan daxilində gərginliyi artırır. Daxili çəkişmələr vaxtaşırı qızışdırılır. Erməni soyadlı bəzi Rusiyalı ekspertlər bu işə cəlb olunur. Hakimiyyəti dəyişməyə çalışır və mitinqlər elan edir. İrəvan daxilində gərginlik Simonyanın açıqlamaları ilə bitmir. Ermənistan mediasında yer alan iddialara görə Nikol Paşinyan ölkədə seçki qabağı müxalifətin qarşısını almaq və hakimiyyətini qorumaq üçün müxalifətə böyük təzyiqlər göstərəcək. Bütün bunlar isə Ermənistanda müxalifət və iqtidar arasında mübarizənin ölkəni xaosa sürükləyəcəyini deməyə əsas verir. Müxalifətlə iqtidar arasında qarşılıqlı ittihamlar mütəmadi olaraq mətbuatda yer alır. Ermənistan müxalifətinin iqtidara qarşı təzyiq kartları formalaşdırmağa çalışması iqtidarda maraqlılıqla qarşılanır və iqtidar müxtəlif zamanlarda Ermənistan müxalifətinə Rusiyanın dəstək verdiyini dolayısıyla diqqətə çatdırır. Simonyanın Rusiyanın Ermənistana qarşı hibrid müharibə aparması və eyni zamanda paralel olaraq Kaçaryanı Rusiyanın cəsusu kimi təqdim etməsinin arxasında da məhz bu mesaj dayanır. Ona görə də hesab edirəm ki, Simonyanın açıqlamasını bu kontekstdə dəyərləndirmək mümkündür. Ermənistan daxilində gərginliyin artmasının başlıca səbəbi isə Birləşmiş Ştatlarda hakimiyyətə Donald Trumpın gəlməsidir. Belə ki, Biden administrasiyasının dəstəyinə arxalanan Paşinyan rəhbərliyi Rusiyadan üz döndərərək tamamilə qərbyönümlü siyasət yürüdürdü. Amma hakimiyyətə gələndən sonra Trumpın Avropa İttifaqına təzyiqləri artırması fonunda Fransa daxil bir çox dövlət İrəvanla bağlı müəyyən geri addımlar atmalı və ya Ermənistan məsələsini ikinci plana keçirməli oldu. Həmçinin Vaşinqtonun Moskva ilə danışıqlara başlaması Ukrayna cəbhəsində müharibənin həll mərhələsinə keçidi Ermənistanın bütün planlarını və ümidlərini puç etdi. Məhz bütün bunların fonunda İrəvan daxilində iqtidar gec olmadan müxalifəti parçalamaq üçün addımlar atmağa çalışır. Çünki Paşinyan rəhbərliyi yaxşı başa düşür ki, Rusiya Şərqi Avropada düşdüyü çətin vəziyyətdən çıxan kimi ilk olaraq diqqətini Cənubi Qafqaza, yəni Ermənistana yönəldəcək. Təbii ki, Ermənistan hökumətinin Rusiyaya qarşı da siyasəti birmənalı deyil. Bütün siyasi addımları Rusiyanın Ermənistanda mövqeyini zəiflədilməsi, Ermənistan-Rusiya müttəfiqliyinin sarsılması istiqamətində də Nikol Paşinyan addımları atır və təbii ki, Rusiya da buna adekvat olaraq 2026-cı il seçkilərində müxalifətə ciddi dəstək verir və bu istiqamətdə işlər həyata keçirilməsində istisna etmirəm. Təbii ki, Rusiya Ermənistanda müxalifəti ciddi dəstək verir və Nikol Paşinyana ciddi şəkildə təzyiqlər edilməsi istiqamətində də addımlar atılır. Trump hakimiyyətə gələrək Rusiyaya müəyyən mənada dəstək göstərdi. Rusiya-Amerika münasibətlərində yaxınlaşmalar hiss olundu və necə deyirlər, Trump Rusiyanı yenidən dirçəltdi və buna görə də Rusiya Ermənistanda öz əvvəlki siyasətini yeritməyə başladı. O cümlədən də Rusiya yönümlü qüvvələr və Rusiyanın dəstəyinə hakimiyyətə gələn faşist ideologiyasına mənsub olan Kaçaryan və onun komandası artıq necə deyirlər, baş qaldırıblar. Görünən odur ki, Paşinyan administrasiyası çıxılmaz vəziyyətdədir. Bundan sonra iqtidar müxalifətin qalib gəlmə ssenarisini qəbul edib. Moskvadan əfv diləsə belə Kreml İrəvanın atdığı addımları heç vaxt bağışlamayacaq. Məhz bunu yaxşı başa düşən Paşinyan edə biləcəyi bütün həmlələrlə son dəfə mübarizə aparmağa çalışır.